Hər kəsin sevəcəyi ekleri hazırlayacağım. İlk 4 stəkan südümüzü qazana əlavə edirik. 1 stəkan şəkər tozu əlavə edirik. Burada mən qarışdırmışım 2 xörək qaşığı nişasta və 4 xörək qaşığı un əlavə edirik. 1 paket vanil əlavə edib bişirməyə qoyacağıq. İndi isə eklerimizin xəmirini hazırlayırıq. 125 qram kərə yağımızı əlavə edib üzərinə su töküb əriməyə qoyacağıq. İndi isə üzərinə 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı ucunda duz əlavə edib yenidən qarışdırıb unla bişirəcəyik. Xəmirimizin üzərinə 1-4 ədəd yumurtanı əlavə edib mikserlə qarışdıracağıq. Xəmirimizi ilk sıxma torbasına əlavə edirik, daha sonra isə forma verib 180 dərəcədə əvvəlcədən qızdırılmış sobada bişməyə göndəririk. Eklerlərimiz də hazırdır, kremimiz də hazır. İndi isə içlərinə krem dolduracağıq, daha sonra isə şokolada bulacağıq. Bir sözlə mükəmməl alınıb həqiqətən. Qəşəngdir, sizlər də mütləq hazırlayın.